Word proqramında müəyyən işlər görəndə sizə titul yaxud baş səhifə lazım ola bilər. Məsəl üçün, tələbələr əgər kurs yaxud diplom işi yerinə yetirirlərsə, elmi işçilər elmi məqalələr hazırlayırlarsa, yaxud dissertasiya üçün məqalələr yazırlarsa, yaxud dissertasiya işinin özünü yazırlarsa, onda titul, baş səhifə lazım olacaq. Baxaq görək Word proqramında bu səhifəni necə yaratmaq olar. Bunun üçün keçirik Vstavka Insert tabına, Stranitsi səhifələr bölməsinə və buradan Titulная страница, yəni baş səhifə əmrini seçirik. Və burada Vstroyenный, yəni inteqrasiya olunmuş bölmədə təxminən bir 15 dənə hazır baş səhifələr görürsünüz. Və ikinci bölmə var, Общий, ümumi. Burada istifadəçinin yaratdığı baş səhifələr görsənir. Yəni buradan istənilən bir baş səhifəni seçirsiniz, onu özünüzə uyğun düzəldirsiniz, yaddaşa göndərirsiniz və yaddaşa göndərəndə həmin səhifə burada peyda olunur. İndi onu eləyəcəyik. Gəl bu məlumatı mən hələlik mətni mübadilə buferinə atım, seçirik və mübadilə buferinə göndəririk. Sonra lazım olsa onu yerinə qaytaracağıq. Keçirik bu bölməyə və istənilən baş səhifəni buradan seçirik. Tutalım ki, bax bu baş səhifə. Və bu seçdiyimiz baş səhifədir. Burada ili yazmaq olar. Yəni seçirsiniz belə, silirsiniz və burada lazım olan ili yazırsınız. Burada başlıq yaza bilərsiniz. Yəni seçirsiniz və belə başlıq yazırsınız. Burada tarix yaza bilərsiniz, müəllifi yaza bilərsiniz və həmin müəssisənin adını yaza bilərsiniz. Əgər bu titul səhifə sizin xoşunuza gəlmirsə, onu buradan yox eləyə bilərsiniz və bu əmri seçirsiniz. Удалить текущую titulную страницу bastıq. Görsünüz, yox elədi. Qaytaraq dala. Yaxud başqa titul səhifəni seçirsiniz. Tutalım ki, bunu. Göz burada artıq xarici görünüş biraz dəyişir. Amma burada da başlıq belədir. Başlıq altı var. Müəssisə, istifadəçi, ünvan. Tutalım ki, indi buradan bu sənədi seçirik. Bu baş səhifəni seçirik. Burada görürsünüz, il burada yuxarıdadır. Sənədin adı buradadır. Alt başlıq, istifadəçi və müəssisə. Gəl buradan mübadilə buferdən gələn məlumatı yerləşdirək. Həmin məlumat belə olur. Bu sizdə baş səhifədir. Yuxarıda və burada isə mətindir. İndi tutalım ki, ili dəyişmək istəyirsiniz. Burada yığırsınız belə 2025. Yaxud lazım olan ili yığırsınız. Sənədin adını burada da yığmaq olar əllə. Amma deyək ki, bizdə bütün mətnlər olacaq online kazino. Bu Mospet online kazinodur. Yəni sənədlər online kazinoya aiddir. Nə etmək olar? Deyək ki, alt başlıq da bizə lazım deyil. Seçdik, yox elədik. İndi buradakı məlumat necə dəyişmək olar? Yaxud bu
müəssisənin adını necə dəyişmək olar. Keçirik fayl tabına və burada bu səhifədə, yəni svedini, məlumatlar olan səhifədə xüsusiyyətlərinə baxırıq sənədin. Burada görürsünüz nazvaniya, ad. Dəyişə bilərik. Deyək ki, yazaq online kazino. Online kazino. Sonra organizasiya, müəssisə. Qoy olsun Mospet. Kazinonun adı Mospet'dir. Olur Mospet. User. Öz adımı yazım. Tutalım ki Namik. Belə. Bu user'ı ləğv eləyə bilərsiniz. Udalit pользователя. Sağ düyməni basırsınız user'ın üstündən və udalit pользователя. Yəni istifadəçini ləğv elə. Belə. İndi qayıdırıq sənədə. Fikir verirsiniz. Online kazino. 2025. Namik Mospet. İndi biz online kazinonun adını yığmaq istəyirik. Seçdik. Burada yığırsınız. Online kazino Mospet. Belə. Və indi fikir verirsiniz bura. Orada heç nə dəyişmir. Yəni burada dəyişiklik eləyəndə, sənəddə dəyişiklik qüvvəyə minir. Amma burada dəyişiklik eləyəndə burada dəyişiklik yerinə yetirilmir. Yəni bundan sonra əgər sizə başqa kazinonun adını yığmaq lazımdırsa, bu baş səhifəni yaddaşda saxlayırsınız. Sonra başqa sənəddə qəbul edirsiniz və burada adını dəyişirsiniz. Yığırsınız. Məsələn ki, Mospet yox, tutalım ki Vulkan. Gəl bunu yerinə yetirək. Bütün bu məlumatı seçirsiniz. Belə. Seçdik. Keçirik titulная страница bölməsinə. Yəni baş səhifə və burada сохранить выделенный fragment в коллекцию. Yəni seçilmiş fragmenti baş səhifələr kolleksiyasına əlavə edirik. Adını yığaq, deyək ki online kazino. Baş səhifələrin adı belə olacaq. Online kazino. Və OK düyməsini basırıq. İndi fikir veririz. Və görürsünüz. Bu birinci bizdə olan titul səhifədir, kredit kartları. Bu isə online kazinodur. Gəz baxaq onu necə əlavə edilir. Bir dənə bir sənəd yaradırıq burada. Və həmin baş səhifəni bura əlavə edirik. Seçdik. Görürsünüz əlavə olundu. Mospetdir. Basırsınız, adını dəyişirsiniz. Belə. Bunu bağlayaq. İndi tutalım ki bu baş səhifəni yox eləmək istəyirsiniz. Keçirsiniz bura və buradan удалить текущую титульную страницу. Yəni aktiv olan titul səhifəni yox elə. Gördünüz, yox olundu. Qaytaraq dala. İkinci variant. Buradan həmin səhifəni seçirsiniz. Sağ düyməni basırsınız və keçirsiniz упорядоченный и удалить bölməsinə və buradan görürsünüz artıq həmin baş səhifə seçilib və buradan удалить düyməsinə, yəni yox etmə düyməsini basa bilərsiniz. Əgər həmin baş səhifənin xüsusiyyətlərini dəyişmək istəyirsinizsə, basırsınız изменить свойства və burada müəyyən dəyişikliklər yerinə yetirirsiniz. Əgər sənəddə həmin səhifə yoxdursa,
Buradan Vставit düyməsini basmaqla həmin baş səhifəni sənədin içinə yapışdırırsınız. Əgər heç nə eləmək istəmirsinizsə, ya zakryt, yaxud da burada X düyməsini basıb həmin pəncərəni bağlayırsınız. Və burada bir şeydə fikir verirsiniz. Sağ düyməni basanda burada görürsünüz 5 əmr var. Vstavit начало dokumenta. Əsas bu istifadə olunur. Yəni baş səhifəni sənədin əvvəlində yerləşdir. Burada var bölmənin əvvəlində, bölmənin axırında, sənədin axırında və kursorun duran yerindən əlavə etmək. Əksər hallarda demək olar ki, birinci əmr istifadə olunur. Yəni baş səhifəni sənədin əvvəlində yerləşdirmək. Və burada axırda bir əmr də var. Добавить коллекцию на panel быстрого доступа. Yəni cəld giriş panelində yerləşdirmək üçün. Əgər bu titul səhifəsindən çox istifadə edəcəksiniz və hər dəfə bura girmək istəmirsiniz, yəni insert tabına, stavka tabına, sonra burada straniцы, sonra burada seçirsiniz. Bu titul səhifəsini cəld giriş panelində, yəni burada yerləşdirmək olar. Basırsınız bu düyməni və görürsünüz, həmin əmr burada peyda olunur. Yox eləmək istəyirsinizsə, sağ düyməni bastınız. Udalить paneli bыстрого доступа. Yəni buradan ləğv edin. Babel əməliyyatlarla Word proqramında yaradan faylda baş səhifəni yerləşdirmək olar. Həm yerləşdirirsiniz, həm xüsusiyyətlərini dəyişdirirsiniz, həm yaddaşa göndərirsiniz, həm cəld giriş panelində yerləşdirə bilərsiniz. Əgər xoşunuza gəlmirsə, həmin baş səhifəni də yox edə bilərsiniz. Üstə gəl, buradan da yəni sistemdə olan baş səhifələri yox eləmək olar. İstənilən, yəni sizə lazım olmayan baş səhifəni seçirsiniz, sağ düyməni basırsınız, Упорядочить и удалить və buradan yox edirsiniz. Artıq həmin sənəd seçilib, oradan udalить düyməsini basırsınız, yox etmək və sənəd yox olunur. Yəni baş səhifə yox olunur. Bugünə bu qədər. Təşəkkürlər.